hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk insan hüquqları müdafiəsinə dair dövlət proqramının təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Yeni əsrin ilk illərində Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqların təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan insan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşuldu. Bu zaman o, öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlarda ən mühümü Ombudsman təsisatının yaradılması idi. Prezident İlham Əliyev 2006-cı il dekabr ayının 28-də imzaladığı Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sayəsində səylərin gücləndirilməsi, dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilir. Azərbaycan Respublikası 2001-ci ildə insan haqlarının və əsas azadlıqlarının qorunması haqqında Avropa Konvensiyasına qoşularaq, konvensiya Konstitusiyamızın 148-ci maddəsinə müvafiq olaraq milli qanunvericiliyin tərkib hissəsinə çevrilmişdir. Həmçinin Azərbaycan Respublikası insan haqlarının qorunması haqqında bir çox beynəlxalq sənədlərə və o cümlədən BMT Baş Məclisinin təmin etdiyi işgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqət alçaldan davranış və cəza növünə qarşı konvensiyaya qoşulmuşdur. Beynəlxalq hüquqda insan hüquqlarını təsdiqləyən ən möhtəbər BMT-nin insan hüquqları haqqında ümumi bəyannaməsində qeyd edilir. Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarında asılı olmayaraq təmin olunmuş insan haqlarına da azad olmaq hüququna malikdir. Ən əhəmiyyətli qlobal insan hüquq vasitəsi 1948-ci il BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu sənəd olduqca geniş şəkildə qəbul olunduğundan onun ilkin qeyri-məcburi xarakteri dəyişmişdir və hazırda onun əksər müddəalarına beynəlxalq adət hüququ əsasında hüquqi cəhətdən məcburi öhdəliklər kimi istinad edilir. Bu sənəd onlarla digər beynəlxalq və regional vasitə, yüzlərlə konstitusiya və digər insan hüquqları vasitəsidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi fərq qoyulmadan dünyanın hər yerindəki bütün kişi və qadınların malik olduğu insan hüquqları və fundamental azadlıqlarını irəli sürən preambula və 30 maddədən ibarətdir. Burada həm mülki və siyasi, həm də sosial, iqtisadi və mədəni hüquqlar əhatə olunmuşdur. Bərabərlik hüququ, ayrı-seçkiliyə məruz qalmamaq hüququ, yaşamaq, azadlıq hüququ, köləliyə məruz qalmamaq hüququ, qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ, qanun qarşısında bərabərlik hüququ, səlahiyyətli məhkəmə tərəfində mühakimə olunmaq hüququ, əsassız həbs və sürgünə məruz qalmamaq hüququ, ədalətli ictimai dinləmə hüququ, təqsiri sübut olunana qədər günahsız sayılmaq hüququ, ölkə daxilində və xaricində sərbəst hərəkət hüququ, təqibdən başqa ölkələrə sığınmaq hüququ, milliyyətə malik olmaq və onu dəyişmək hüququ, evlənmək və ailə qurmaq hüququ, inan və din azadlığı, fikir və məlumat azadlığı, dinc toplaşmaq və birləşmək azadlığı, dövlət idarəçiliyi və azad seçkilərdə iştirak etmək hüququ, sosial təhlükəsizlik hüququ, arzu olunan iş və həmkarlar ittifaqlarına qoşulmaq hüququ.
Əlilliyi olan insanların hüquqları üzrə konvensiya 2006. Təkcə əlilliyi olan insanlara verdiyi tərifə görə yox, həm də onların tam və bərabər əsasda insan hüquqları və fundamental azadlıqların subyektləri kimi tanınmasına görə inqilabi dəyişiklikdir. Müqavilə belə insanların hüquqlarının tətbiqini aydınlaşdırır və tərəf dövlətlərin əlil insanların hüquqlarının effektiv şəkildə təmin edilməsi üçün, məsələn, onların xidmətlər və mədəni həyata çıxışını təmin etmək üçün lazımi tədbirləri görməklə bağlı öhdəliyi müəyyən edir. Məcburi itkin düşmələr üzrə konvensiya 2006-cı ildə qəbul edilmişdir. Qlobal problem olan bir məsələyə həsr olunmuşdur. Müqavilə istər dövlət nümayəndələri, istərsə də dövlətin xəbərdar olduğu digər fəaliyyətlər çərçivəsində həbs, saxlanma, oğurlanma və ya azadlıqdan məhrum etmənin istənilən digər formalarını qadağan edir və heç bir halda azadlıqdan məhrum edilmə və qurbanların taleyi və onların harda olduğuna dair məlumatların gizlədilməsini qəbul etmir. Bu sənədin məqsədi bu cür şübhəli halların aradan qaldırılması və insan hüquqlarının ciddi şəkildə pozan şəxslərin mühakimədən xilas olmasının qarşısını alınır. Qaçqınların hüquqları 1951-ci ilin Qaçqınların statusu haqqında konvensiya, eləcə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən xüsusi olaraq təmin edilir. Yeganə regional sistem Afrikada qaçqınların müdafiəsi üçün xüsusi vasitə kimi 1969-cu ildə qəbul olunmuş qaçqınların xüsusi aspektlərini tənzimləyən konvensiyadır. Lakin Avropada Avropa İnsan Hüquqları Konvensiyası müəyyən müdafiəni təmin edir. Uşaq Hüquqları Konvensiyası 1989-cu ildə qəbul edilmişdir. Uşaqların da insan hüquqlarına malik olduğunu və 18 yaşdan aşağı insanların tam inkişaf etməsi, həyatda qalması və onların maraqlarına hörmətlə yanaşılması üçün xüsusi müdafiənin təmin olunması ehtiyac olduğunu müəyyən edir. Azərbaycanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması sayəsində son illərdə böyük irəliləyişlər əldə edilmiş, vətəndaş cəmiyyətinin və demokratik hüquqi dövlətin bərpa olunması, habelə hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı sayəsində mühüm addımlar atılmışdır. İnsan hüquqları bizlər tərəfindən ən çox istifadə edilən ifadədir. Hər zaman ölkələrdə xalqın və vəzifəli şəxslərin dilindən insan hüquqları pozuldu kimi ifadələr eşidilir. Nədir bu insan hüquqları? Təbii hüquqların konkretləşmiş formasına insan hüquqları deyilir. Təbii hüquqlar zamandan, dövlətdən asılı olmayan, insan təbiətindən ileri gələn, doğulduğu andan mövcud olan, hər zaman bizimlə eyni cür rəftar edən, insanların təsiri ilə yaranmayan və onların iştirakı ilə dəyişə bilməyən hüquqlardır. Onlar bizə bərabərlik verir və insanlara hörmət etməyi öyrədir. Onlar bizə həyatı verir və digərlərinin həyatını təmin etməyi tərbiyyə edir. Onlar bizlərə mehriban olmağı, yaxşılıq etməyi, bir olmağı öyrədir. Bizə həmin hüquqların bizə qarşı təmin etməsini istədiyimiz kimi, digərləri də bunu istəyir. Bu zaman isə müəyyən vəzifələr yaranır. İnsanların təbii hüquqlarını hörmət etmək, onları təmin etmək və mane olmamaq vəzifəsi. Ağrı sizin üçün olduğu kimi başqaları üçün də xoşa gəlməz haldır. Bu bərabərlik prinsipindən xəbərdar olaraq başqalarına hörmət və şəfqətlə yanaşın. Təbii hüquqlar itirilməz, dəyişməzdir. Onları biz istifadə edər və yalnız biz dayandıra bilərik. Düşünmək, istəmək insanlara məxsusdur və onlar öz istəkləri ilə kimsə hüquqlarını pozma qarşılığında azadlıqlarını verərlər. Əslində bizim azadlığımıza dövlət almaz, yalnız özümüzü onlardan məhrum edə bilərik. İnsan hüquqları qarşılıqlı əlaqədədir. Onlar insanlar arasında fərq qoymadan hər kəsə məxsusdur. Onlar dünyadakı bütün insanlara məhdudiyyət qoymadan bərabər şəkildə şamil olunur. İnsanlara sahib olduğu hüquqları görülməsi, xısırlanması, onların qarşısında məsuliyyətli olması, onların hüquqi əsasının yaranması üçün dövlət bunları özünü əks edən bir məzmunun qərarına gəlir. Biz buna konstitusiya deyirik. İnsanların konstitusiyada əksini tapmış və hüquqsal etdiyimiz bir sıra hüquqlar mövcuddur. Belə ki, sənin yaşamaq hüququn var. Heç də sənin yaşamaq hüququnu əlindən ala bilməz. Bu hüquq yalnız şəxsin etdiyi cinayətlər, digər şəxslərin yaşamaq hüququna müdaxilə və digər səbəblərdən məhdudlaşdırıla bilər. Sənin təhlükəsiz yaşamaq hüququn var. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla sizin həyatınıza, fiziki və mənəvi sağlamlığınıza, mülkiyyətinizə qəsd edilər və ona qarşı zor işlərdə bilməz. Sənin şərəf və vəziyyətini müdafiə etmə hüququn var.
heç kəsə işgəncə və əzab verə bilməz. Heç kəs insan hüququnu alçaldan rəftara və cəzaya məruz qala bilməz. Sənin bərabərlik hüququn var. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, ilkindən, etnik məsuliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına bərabərliyə hörmət verir. Sənin azadlıq hüququn var. Azadlıq hüququ tutulma, həbs almaq və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edər, özünü yaşasın seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Sənin mülkiyyət hüququn var. Heç kəsin kənarlı qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Sənin vicdan azadlığın var. Hər kəsin dilə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək başına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozulsa və ya ictimai əxlaqa zidd edirsə sərbəstdir. Sənin fikir və söz azadlığın var. Heç kəs öz fikir və biləsini açıqlamağa və fikir və biləsindən bilməyə məcbur edilə bilməz. Bilgi, milli, dini, sosial və hər hansı digər yerə əsaslanan ədalət və düşmənçilik yaradan təbliğata yol verilir. Sizin bütün hüquqlarınıza dövlət təminat verir. Hər hansı bir hüququnuza qarşı edilən müdaxilədən məhkəməyə şikayət edə bilərsiniz və onun bərpası məhkəmənin vəzifəsidir. Hüquqlarını bil və onlara müdaxiləyə icazə vermə. Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Hər bir insan təhsil olmaq hüququna malikdir. Təhsil ən azı ibtidai və ümumi səviyyədə pulsuz olmalıdır. İbtidai təhsil məcburi olmalıdır. Hamının texniki və peşə təhsili almaq imkanı olmalıdır. Və hər bir insanın qabiliyyət əsnasında hamının eyni dərəcədə ali təhsil almaq imkanı olmalıdır. Heç kim işgəncələrə və yaxud adlıq qeyri-insani, bəyanlı, ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmır. Hər bir insan harada olmasına asılı olmayaraq özünün hüquq subyekti kimi qəbul edilməsi hüququna malikdir. Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanlar hazırki bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhqirdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər. Hər bir insan, hər bir dövlətin hüquqları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan vətəndaşlıq hüququna malikdir. Hüquqlarımızı bilək və özümüzü müdafiə edək.